İlham Əliyev İrana gözdağı vermək üçün Azərbaycandakı dindarları həbs edir. Xalq isə hər şeyi başa düşür. Bilir ki, bu insanlar heç bir cinayət etməyib. Sadəcə dövlət öz xalqının dindarlarını İranla pozulan münasibətləri fonunda həbs edərək qonşu ölkəyə gözdağı verir. İran isə buna müqabil olaraq İranda yaşayan pantürkçüləri həbs edə bilər, amma etmir. Nəticə etibarilə İlham Əliyev Azərbaycanda hər kateqoriyadan olan insana öz vətəndaşı kimi baxmır. İran isə Azərbaycanlılar üçün yaşamaq baxımından ən münasib yerdir. Hətta pantürkçülər üçün belə. İlhamın gözündə zərrə qədər belə xalqın dəyəri yoxdur. O xalqı bir yumruq qaldıraraq özünün və ailəsinin Qarabağ və Zəngəzur adlı oyunda biznesinə görə qurbanlıq yem kimi baxır. Ən azı qazilərin polis tərəfindən döyülməsi dediklərimizin sübutudur. Bu sadə misaldan anlaşılır ki, İlham Əliyev bu xalqa yad biridir. Başqa ölkəyə gözdağı vermək üçün öz ölkənin vətəndaşını həbs etmək nədir? Əgər belədirsə, biz xalq olaraq hamılıqla, minimum halda isə bütün dindar və inanclı kəsim olaraq hamılıqla Əliyev rejimini ən tez zamanda kreslodan salmalıyıq və onun hakimiyyəti altında yaşamaqdan imtina etməliyik.